Salam değerli izleyiciler ve tələbələr. Bugün baxacağımız mövzu Nice Advice Solduaya bağlıdır. Nice Advice Solduayda qayda çox sadədir, yəni nəyə diqqət etməliyik, hazırda deyəcəm. Yadda saxlayın, so, to, also və as well. Bu ədatlardan əvvəl gələn cümlə mütləq təsdiqli olmalıdır. Yəni, birinci gələn cümlə təsdiqlədirsə, so, daha sonra köməkçi və ya modal feil mübtəda işlənməlidir və ya mübtəda, köməkçi və ya modal feil, sonra to və ya as well yazmalı olacaqsınız və ya mübtəda gəlir, also, sonra köməkçi və ya modal feil. Bu şəkildə işlənir. Məsəl üçün, cümləyə baxırıq. Samir has passed the exam. Samir imtahandan keçibdir. Burada indi baxırıq so, yazırıq buradakı qaydan so. Sonra yazmalıyıq köməkçi feil mübtəda. Mübtəda yazmışıq I. Və baxırıq ki, burada have has-dən sonra feilin üçüncü forması gəlirsə, yəni has passed varsa, demək ki, bu cümlənin köməkçi feil ya has ya da have olacaqdır. Ki, oradakı mübtədaya görə dəyişir. Aynı anda nə işlənir? Have. She olsa isə belə olur, she mübtəda, sonra she üçüncü şəxsin tək olduğu üçün nə olacaq? Has, sonra isə to və ya as well işlədə bilərik. Və ya belə də ola bilər, mübtəda, we, sonra also, we ilə də nə işlənir? Have passed the exam. Bax, belə cümlə formasında da ola bilər. Sadəcə we also have də deyə bilərik. Sonra Jane is diligent. Jane çalışkandır. Cümləmiz yenə təsdiqlərsə yazırıq so. Sonra baxırıq burada to be-nin forması var. To be-nin hansı zamanda? İndiki zaman formasıdır. İndiki zaman formasıdır. Am is nə olacaqdır burada? Am is are. Düzdür? Bu şəkildə işlənəcəkdir. Demək ki, bura baxırıq. Bir köməkçi feil yazmalıyıq. Sonra da mübtəda I. Aynı anda nə işlənir? Am. Sonra üçüncü şəxsin təkinə he ilə nə işlənəcək? Is ya to ya da nə olacaqdır? As well. Baxın bu qaydaya uyğun. Yəni mübtəda, köməkçi feil, sonra to burada. To və ya as well. Bu şəkildə olur. Və ya belə də ola bilər. They, sonra are gələcəkdir. Also diligent. Normalda also köməkçi modaldan əvvəl gəlir. Yuxarıda göstərmişdi. Amma to be-nin formasından sonra işlənəcəkdir. Bunları yadda saxlayın bu şəkildə. Belə. Və ya başqa necə ola bilər? Onlara da baxaq. Bir dənə də cümləyə baxaq buna uyğun. Bunu silim hal-hazırda. Məsəl üçün bu şəkildə də bizə dəqiqə. Baxaq. Baxıram, burada üçüncü cümlədə John bought a computer. John computer aldı. Yazırıq yenə cümlədəki so, sonra köməkçi feil yazmalıyıq. Orada da var köməkçi və ya modal, sonra mübtəda I. Və baxırıq, bu cümlə keçmiş sadə olduğu üçün köməkçi feil nə olmalıdır? Did. Ona görə belə olur. So, did I. Və ya belə ola bilər. Mübtəda ola bilər. Burada qayda. Sonra köməkçi feil did. Sonra ya to ya da as well. Also yanında işlənə bilər. Olsa da belə olacaq. Mübtəda gəlir. Məsəl üçün I. Sonra also did. Belə də ola bilər. Yox, əgər birinci gələn cümləmiz, ikinci qaydamız nədir burada? Birinci gələn cümləmiz inkardadırsa, o zaman ya neither, ya nor, ya da either və ya either'dən istifadə edir. Yazırım ya neither, ya nor. Ya köməkçi və ya modal feil, sonra mübtəda. Qaydamız budur. Və ya mübtəda, köməkçi və ya modal feil ancaq inkarda işlənir. Sonra aisə sonunda olduğu üçün köməkçi və ya modal inkar olur. Aydındır? İndi baxırıq. He won't attend the lesson. O dərsdə iştirak etməyəcək. Baxırıq. Cümlə inkardasa artıq siz yuxarıda göstərdiyimiz o so, to, also qaydasından istifadə edə bilməyəcəksiniz. Yəni, neither yazırsınız. Sonra nə yazmalısınız? Köməkçi feil will, sonra da she. Niyə will? Çünki won't, will not'un qısasıdır. Will not. Aydındır? Bu şəkildə olur. Neither will she və ya belə olacaqdır. Nor will she və ya belə olacaqdır. She won't either. Bax, belə də ola bilər. Çünki is-də necə olurdu? Mübtəda, köməkçi və ya modal, sonra is işlənir. Və ya Ali couldn't solve the problem. Yenə inkar olduğu üçün yazırıq neither. Sonra modal feil could, sonra da mübtəda she. Ki, yuxarıda da var köməkçi və ya modal, mübtəda. Və ikinci cümlənin, ikinci hissənin isə köməkçi və ya modal feili birinci cümlədən asılıdır. Görürsünüz? Sonra yazırıq I, mübtəda, couldn't, sonra is olur. Niyə is olur? Çünki mübtəda, sonra köməkçi və ya modal gəlməlidir və sonra isə is işlənir və buradakı qaydaya görə. Üçüncü isə qaydamız nədir? Üçüncü qaydamız isə bağlıdır nəyə? Batla. Batda təsdiq inkar və inkar təsdiq qarşılığı ilə verilir. Məsəl üçün, Jack is competent. Jack sərişkəldir. But you are not.
Yenə birinci cümlənin köməkçi modalına görədir. Yəni burada nədir? Əmizadırsa, orada isə əmiza işlənmiş olacaqdır. Aydındır? Bu şəkildə olur. Are not olmuş olur. Və ikinci cümlə. Mary didn't know the rules. Mary qaydaları bilmirdi bu cümlədə. Mary didn't know the rules. Sonra but yazırıq. Birinci tərəf inkar olduğu üçün, ikinci tərəf təsdiq olur. Məsələn, I did. Bax, belə olur. Yenə deyirəm, birinci tərəf təsdiq isə, ikinci tərəf inkar. Yox, əgər birinci tərəf təsdiq isə, ikinci tərəf inkar, inkarsa təsdiq formasında olur. Yəni qaydamız belə olur. Amma təsdiq olanda cümlə so, to, so-dan, to, as well-dən, also-dan istifadə edilir. İnkar olanda neither nor either-dən istifadə edilir. Amma bir tərəf təsdiq isə, o bir tərəf inkar və inkar isə təsdiq olan qayda isə but-landır. Belə. Hələlik növbəti dərslərdək. Sağ olun.